bu qədər nemətin içində ola-ola ən faciəvi şəkildə də Afrikalılar yaşayır. Almaz yataqları, daş kömür yataqları, ananas plantasiyaları, kofe plantasiyaları Afrikada. Su quyusu qazmaq üçün dünya onlara yardım eləyir. Hansısa bir səhiyyədə problemi həll etmək üçün dünya yardım eləyir. Yəni çox faciəvi bir şəkildə yaşayırlar. Bütün səfərlərin boyu beynimdə bu düşüncə var idi ki, görən bunun sirri nədir? Nəyə görə bu Afrikalılar belə bir acınacaqlı vəziyyətdə yaşayır? Bir dəfə Omo vadisi deyilən bir yer var. Efiopiyadadır bu yer. Orada bir qəbilə yaşayır, Mursi tayfası. Oranın ən vəhşi, ən barbar tayfalarından biridir. Sənin qabağına orada Mursi tayfasında bir qadın çıxır, dodağında bu boyda lövhə. Başları da qırxılmış. Bu onların normal abu-havasıdır. Orada əgər kiminsə başına bir iş gəlsə, heç kəs onun ölüsünü də tapa bilməyəcək. Getdi o tayfanın içinə. Beynimdə bu sual var ki, bunlar niyə sivilizasiya görmürlər? Baxıb gördüm ki, səhər açılan kimi onların cavanları gəlirlər, yığışırlar ağacın altına və hamısı baxırlar bir nöqtəyə. Bir-birlərindən danışacaq sözləri də yoxdur. Çünki birinin məlumatı yoxdursa, danışmağı sözü də yoxdur. Bələdçidən soruşdum ki, bu insanlar burada nəyə görə belə toplaşıblar? Onlar deyir ki, heç nə, bekarçılıqdan, işləri, gücləri yoxdur, toplaşıblar. Neynəsinlər? Yəni nəsə bir baxırlar da hansısa bir yerə. Və mən başa düşdüm ki, bunların inkişaf etməməyinin səbəbi ora baxıb ya xəyalları keçmişdədir, ya gələcəkdədir. Anına köklənə bilmirlər, öz durumuna köklənə bilmirlər, mövcud vəziyyətə köklənə bilmirlər və nəticədə beyin də işləmir. Sən xəyallarda imkan tapa bilmirsən ki, sənin düşüncən bir nəsə hərəkətə gəlsin. Ona görə problem budur. Bir insan əgər düşünməsə, heç bir zaman öz problemini tapa bilməyəcək. Və ona görə də ömrlərinin sonuna kimi də elə o cür yaşayırlar, həyat da o cür gedir. Bələdçidən soruşdum. Dedim ki, bu tayfada uğur qazanmış bir adam var yoxsa yox? Dedi ki, bir nəfər var, Harvardın professorudur. Deyirəm ki, bu adam necə oldu, getdi ora çıxdı? Bunun həyat hekayəsini bilmək istəyirəm. Və baxıb gördüm ki, bu adam bunlardan fərqli olaraq o ağacın altında oturmayan adam oldu. Ora gələn turistlərin yanına gələrmiş uşaqlıqdan. Ondan soruşarmış ki, mənə bir dənə öz dilində söz öyrət. İngilis gələrmiş, fransız gələrmiş, hələ öz dilində ona bir söz öyrədərmiş. O dili biləndən sonra ondan başqa suallar soruşarmış. Sənin ölkən hardadır, orada vəziyyət necədir, mədəniyyət necədir? Yavaş-yavaş bu adam başlayır sadə suallarla qəliz suallara keçir. Ora gələn turistlər görür ki, öz dilində danışan biri var. Təklif eləyirlər ki, istəyirsən oxumaq, sənin üçün şərait yaradaq. Sonra bunu aparırlar Addis Abebaya, Efiopiyanın paytaxtına. Orada xaricilərin bir kiçik kolleci olur, ora düzəldirlər. Yavaş-yavaş bu adam orada da müvəffəqiyyət əldə edir. Sonra gedir xaricə və indi dünya universitetlərinin professorudur. Bu adamı ondan nə fərqləndirdi? Bu ağacın altında oturmadı. Bu adam düşündü.